Hangisini seçmiştin? Əslində saat 10-dan axşam, gecə səhər saat 7-yə qədər. Amma bu da qızlar olduğu üçün saat 8-ə gəlir ha. Bir də səhər saat 9-da çıxır. Daha çox işləyirsən belə başa düşün. Yəni 12 saatdan çox. İşləyirsən sən tək 12 saatdan çox işləyirsən hər gün yoxsa Hər gün. hər gün выходной bəs. Bazar günü. Maaş da ki 500 manat. 550. Uyda, bu nədir? Yəni 9 saat yox, 12-13 saat. 12-13 saat işlədirlər səni. Bu qanuna zidd axı. Valla belə işləmir o. Sən qul kimi sən işlədirlər. Bu dənə marketdə bir nəfər yoxdur. Tək sən idarə edirsən. Həm kasa baxarım ki, müştəri mal verir, tərəzi çəkilir. Həm tərəzidəsən sən, həm müştəri, həm kassada. Sən 3 səfər işini görürsən bir dəqiqə. 3 səfərin işini Allah'ın qol sən görürsən. Satçı ayrı olmalıdır, kassada ayrı adam olmalıdır, tərəzidə ayrı adam olmalıdır. Nə bilim valla. Sən rayonun gəlmişsin yəni. Özün rayondansan? Qarabağlı. Ha, Qarabağlı. Bəyənmirsən. Öyle deyirlər ha. Ona görə tez dəyişilir də burada işçilər. Mən görürüm qız gəlir işləyir biraz sonra çıxır başqa iş götürürlər. Tez dəyişilir burada işçilər. Allah kömək olsun. Mən görə bir qulluq. Allah'a emanet. İnşallah. Evet. Sen şahsen. Allah kömək olsun. Yok, buyur kardeşim, buyur.